torpağın altında milyonlarla insanlar vardır ki, onlar bugün senin yerinde olmaq istəyirlər. Nəfəs alıb görmək, düşünmək, torpağın üzərində gəzmək, lakin özlərinin üzərində olduqları haldan başqa bir halla. İstəyirlər ki, bu dünyada yenidən qaydardılar. Çünki onlar artıq həm ölümün şiddətini, həm qəbrin zülmətini gördülər. Kiçik hesabı gördülər. Bəziləri gedəcəyi yerləri ya cənnətlikdən olduqlarını və ya cəhənnəmliklərdən olduqlarını, onların hər ikisinin gedəcəyi yerə açılan pəncərədən gördülər. Qəbirlərdə olanların dünyada peşman olduqları şey üzərində dünyalıqlar və dünyada olanlar yarışırlar. Hansı ki onlar peşmandılar, hansı ki onlar qayıtmaq istəyirlər, bir gün olsa belə yenidən bu həyatda yaşamağa, itaət və ibadət üzərində, səcdədən başlarını qaldırmadan, rükudan bellərini qaldırmadan, qiyamdan əyilmədən, əllərini Allaha qaldırmaqdan indirmədən, dillərini zikirdən qurutmadan istəyirlər ki, bu dünyada olardılar.